Bir nəfər bizim alimlərimizdən biri, İslam filosoflarından biridir. Getdim, deyir, kənar ölkələrindən biridə, orada deyir, elmi bir konfrans idi. Mövzu da insan dəyərinin meyarı, yəni insanın dəyərinin meyarı nədir? Belə bir mövzu idi. Müxtəlif ölkələrdən gəlmişlər, müxtəlif insanlar, ziyalılar, mütəfəkkirlər. Hərəyə söz verdi, tribunaya çıxırdı, danışırdı. Mənə gəldi, növbə çatdı və mən çıxdım. Mövzu da budur ki, insanın dəyərinin meyarı nədir? Yəni, insanın dəyərinin meyarı nədir? Maraqlı sualdır. Mövzu da maraqlı mövzu. Mən çıxdım, dedim, insan müxtəlif arzuları var və bəzi arzuları var ki, o arzuları hansısa arzusuna qurban verər və insanın son arzusu var, şah arzusu var. O şah arzu nədirsə, insanın dəyəri də o qədərdir. Mən bir dənə belə söhbət elədim. Sonra izah verdim. Dedim, adam var, son arzusu budur ki, misal üçün. Misal. Bir dənə neyniyim, imkan olsun, bir dənə villa tikim, girim onun içinə. Son arzusu budur. Ömrünü səfərbər edib onu. Tikdi və girdi onun içinə. O villanın qiyməti nə qədərdir, misal üçün? 300 min. Hələ sən insana da, bu insana dəyəri 300 min. İnsan var, bütün ömrü bir dənə maşın var, onu tutub niyyətdə onu almaq istəyir. Ondan başqa arzusu yoxdur həyatda. Demirəm, maşının olmasın, evin olmasından. Söhbət ondan getmir. Ha, siz Allah mənə tanıyırsınız. Amma bütün arzusu budur. Bir dənə onu alsın, sonra çıxsın şəhərə, bir dənə onu sürsün, sonra bir dənə şəkil çəkdirsin, paylaşsın. Dəmirlə fəxr edir. Kimə də yığır 5 dəqiqə, gəl götürüm sənin qarşısına lazımda aparsın. Maşını sürmək istəyir. Bütün arzusu odur onun. Bütün ömrünün qayəsi odur onun. O maşının qiyməti nə qədər deyil, bunun qiyməti dəyər o qədərdir. Bir də belə çıxış elədim. İlahi və Rəbb, o qədər əl çaldılar ki. Hamı əl çaldı. Gəldim, oturdum. Gördüm, dayanmırlar. Dedim, heç insafdan deyil. Durdum təzədən ayağa. Durdum ayağa, dedim, bir dənə sözüm var, mən tribunaya gəlməliyəm. Dedilər, nə oldu axı? Dedi, yox, tribunaya gəlməliyəm. Təzədən qayıtdım tribunaya. Dedim, cəmaat, bu söz ki, mən dedim, siz əl çaldınız, siz mənə əl çaldınız. Amma mən gəlin sizə deyim, bu sözü kim deyib? Bunu Əmirül-Müminin Əli ibn Əbi Talib deyib. Qiyməti kulli imri'in ma yuhsinuhu. Hər bir şəxsin qiyməti onun hədəfi qədəridir. Şah arzusu qədəridir. Onda hamı əl çaldı, yenə Əmirül-Müminin insafın biraz rahatlaşdım da. Bu böyük bir dənə qüdrət istəyir. Evdə olaraq, məsələn, görürsən, uşaq 5 alanda, deyər, oğlum 5 aldı, hirsləndirəndə, deyər, oğluvu başa sal. 5 alanda oğlum 5 aldı mı? Birinci şəxsin təki, hə? Bir dənə pis olan deyir, oğluvu başa sal. Bu böyük hünər istəyir, durdum, ayağa dedim, bu mənim sözüm deyil, bu Əmirül-Müminin sözüdür. Cəmaat bir dənə də Əmirül-Müminin üçün əl çaldı. Hədəf nə qədər böyükdür.